Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdahu ve salatu ve selamu ala men la nebiyyə bədə həmmə bəd. Davam edirik. Muxtasar Siratul Rasul sallallahu aleyhi ve sellem adlı Şeyhülislam Muhammed ibn Abdülvahhab rahimahullahın risaləsini və bugün də 13-cü dərsdir. Mövzu Bə'du mə kənə aleyhi əhl-i cahiliyyə. Cahiliyə əhli etdiyi işlər haqqında məlumat. Və nəzkuru qablə zəlikə şeyən min umurul cahiliyyə. Cahiliyyə dövrünün işlərindəndir. Xatırlatma edirik. Hansı ki, Allah Resulü sallallahu aleyhi ve sellem göndərilməmişdən qabaq baş verirdi. Deyir ki, qalə Qatadə zikr lənə, Qatadə rahimehullah deyir ki, zikr lənə bizə zikr olunmuşdur ki, ənhə kənə beynə Ədəm və Nuh aşra qurun. Adəm əleyhissalamdan Nuh əleyhissalama qədər dövrdə, yəni bu dövr 10 nəsil edirdi. Kulluhum aləl huda, hər birisi bunların hidayət üzərində və haqq şəriət üzərində idi. Thumma ixtalafu ba'da zalik, ondan sonra ixtilafa düşdülər. Və Allah Taala Nuh əleyhissalamı göndərdi və ilk rəsul yer üzünə göndərilmiş Nuh əleyhissalam idi. Necə ki İbn Abbas radiyallahu anhuma buyurur: Kənən nəs ümmətən vahidə. Bəqərə surəsi 213-cü ayə bildirir ki, yəni bu ayənin təfsirində, yəni insanlar bir ümmət idi. Yəni hamısı İslam üzərində idi. Və kənə əvvələ mə kədəhum bihi şeytan, və ilkdir şeytan azdırdığı kəslər salihləri təzim edənlər idi. Yəni salihləri təzim etməklə azdırdı. Və zəkrəllah zəlikə fi kitabihi, və bunu Allah Taala öz kitabında xatırladır, bildirir. Və qalu la tazarunna alihatakum və la tazarunna waddan və la suwa'an və la yağuth və ya'uq və nasra. Nuh surəsi 23-cü ayədə Allah Taala buyurur ki, Nuhun qövmü, yəni artıq bütpərəst idi, deyirdilər öz ilahlarını müdafiə edərək deyirdilər Nuh əleyhissalama qarşı: öz ilahlarınızı tərk etməyin. Tərk etməyin vaddı, yəni bütün adını. Həmin o salihlər idi ki, ondan sonra yəni bütlərini düzəldib onlara başladılar ibadət etməyə. Vad, Suva, Yağuz, Ya'uq, Nasr. Bu 5 büt adı, yəni onların qövmündə, yəni onlara ibadət edirdilər. Yəni ən məşhur bütləri idi. Və İbn Abbas radiyallahu anhuma buyurur ki, kənə həulə qavmən salihin. Və bu 5 nəfər, yəni adlar çəkilən salihlərdən idi. Onlar öldüyü zaman, yəni onlar hamısı bir dövrdə, bir anda öldülər. Yəni deyək ki, bir ayda öldülər. Yaxınları, yəni onlar üçün kədərləndi. Ona görə o surətləri yaratdılar onlar üçün. Yəni heykəllərini qoydular. Və başqa hədisdə, başqa rəvayətlərdə keçir ki, qalə əshabuhum, yəni onların əshabı, yəni salihlərin, ölənlərin əhli, əshabı dedilər ki, "Ləv səvvarnahum kana əşvaq lana iləl ibadə." Biz onların surətlərini yaratsaq, onlar kimi biz də ibadət etməyə daha çox, yəni təşviq olunacağıq. Qalə fəkənə racul yəti əxahu və ibn əmmihi feyuazzimuh hətta zəhəv zəlikəl qarn. Və deyir, qohumu, yaxını, qardaşı gəlir, yəni təzim edir onu, görür onu təzim edir, yəni onun ibadətini xatırlayır. Bu nəsil belə keçir. Ondan sonra gəlir digər nəsil, təzimi artırırlar və sonra 3-cü nəsil və təzim arta-arta gəlib çıxır nəyə? Mə'azzəmə əvvəl, yəni ilkinlərimiz deyir, bunları deyir, nəyə görə təzim etdi? Çünki bunlardan Allah qatında şəfaət umurdular ona görə. Və belə yaxınlaşdı şeytan bunlara və nəticədə həmin bu surətlərə başladılar ibadət etməyə. Fələmmə bə'asallahu ileyhim Nuhan və qaraqa mən qaraqa, və Allah Taala deyir, onlara deyir, Nuh əleyhissalamı göndərdikdə nəticə olaraq, yəni o bütlərdən batan batdı. Və yəni insanlardan da, yəni müşriklərdən, Allahdan qeyrisinə ibadət edənlərdən, yəni hansılar ki batdılar və bütlər də həmçinin suda qaldılar
və onları dalğalar bir məkandan digər məkana ata-ata gətirib çıxartdılar bunu Ciddə sahilinə. Ciddə sahilinə. Fələmmə nadabəl-mə bəqiyyət alə-şədd. Və su çəkiləndən sonra qaldılar onun sahilində. Yəni Ciddənin sahilində qaldılar. Sonra küləklər üstünə torpaq çəkib örtdülər. Qaldılar torpaq altında, qum altında. Sonra deyir ki, Amr ibn Lühey ərəblərin içində, yəni Xəzə qəbiləsinin başçılarından, ağalarından idi. Yəni ilk İbrahim əleyhissalamın dinini dəyişən Amr ibn Lühey oldu. Onların ağalarındandır, onun sözü keçərli bir kəs idi. Kahin idi. Kahin idi. Yəni Amr ibn Lühey kahin idi. Öz cinləri var idi. Cinləri ilə danışırdı. Elə bir cini var idi ki, onu yola salırdı. Onun üçün dua edərək ki, get Tihəmə adlı yerdən, məkandan, get səfərin uğurlu olsun, get o Ciddədəki bütləri deyir, qazı çıxart, qaytar onu bu bizim diyarımıza və ərəbləri deyir, ona ibadətə çağır. Bu Amr ibn Lüheyin, yəni çağırışıdır. Fəətə cüddətə və gedir həmin o cin Ciddədən qazır çıxardır, sonra onları gətirib çıxardır Tihəmə adlı həmin, yəni Amr ibn Lühey olduğu yerə. Sonra deyir ki, Hədərəl həccə fədəəl ərabə ilə ibadətihə. Və həcc zamanı, həcc mövsümündə gəlir həcc etməyə Amr ibn Lühey və ərəbləri çağırır, bax bu yığdığı bütlərə ibadət etməyə. Həmin o Nuh əleyhissalamın qövmündəki olan o 5 adlı Vat, Suva, Yağuz, Yauq, Nasr yoxdur bu bütlər. Onlara başlayır çağırmağa, bunlara ibadət etməyə. Fəəcəbəhu Avf ibn Uzra və ona icabət edir Avf ibn Uzra. Fədəfə ileyhi vaddan və ona vaddın bütünü verir. Vaddın. Birinci bütü. Fəhəmələhu. Bu da götürür qövmünə aparır. Fəkənə bi vadi əl-Qura, yəni Qura adlı vadidədir. Bi davmə əl-Cəndəl. Davmə əl-Cəndəl adlı yerdə yerləşdirir. Və oğlunu da adlandırır həmin bu bütü götürən. Kim? Avf ibn Uzra. Abdülvad. Abdülvad. Yəni Vaddın qulu. Və ilk belə adlandıran o olur. Sonra ətrafına, yəni onun xadimlərini qoyur, yəni qorucularını, o bütə xidmət göstərənləri, necə ki pirlərdə olur, xadimlər. Hətta cəl İslam fəbəsə Rasulullah sallallahu aleyhi ve sellem Xalid ibn Valid li hədmihi. Və bu davam edir, yəni İslam gələnə kimi nəticədə Allah Resulü sallallahu aleyhi ve sellem Xalid ibn Validi göndərir, onu dağıtmağa, həmin o bütü dağıtmağa. Fəhələt beynəhu və beyn Bənu Uzra və Bənu Amir və deyir, yəni bütlə Bənu Uzra, yəni Uzra həmin o bayaq dediyimiz Avf ibn Uzra'ya nisbət olunur, yəni o qəbiləyə nisbət olunur. Bir də Bənu Amir, yəni bu hansılar ki ona ibadət edirlər, onlarla döyüşür. Döyüşür, öldürür onları, bütü dağıdır, o piri dağıdır, tikə-tikə eləyir Xalid ibn Valid. Növbəti büt Əcəbət Amr ibn Lühey ibn Mudar ibn Nəzzar. Həmçinin Amr ibn Lüheyə icabət edir onun dəvətində, yəni bütpərəstlik dəvətində kimlər? Mudar övladları ibn Nəzzar. Fədəfə ileyhi racül min Huzeyl Suva'an. Və Huzeyl qəbiləsindən bir kəsə orada yəni Suva bütünü verir. Yəni Vad, Suva, yəni növbəti bütü verir ona. Fəkənə bi ardin yuqal ləhə Uhat. Uhat adlı yerə yerləşdirir. Min bətni nəxlə. Nəxlə deyilən yerin ortasında. Ya'buduhu mən yəlihi və buna deyir, orada o ətrafda olanlar ibadət edirlər. Min Mudar, Mudar qəbiləsindən olan. Həmçinin, yəni bunun dəvətinə, yəni Amr ibn Lüheyin dəvətinə icabət edir Məshəc və ona da və Nuaym ibn Omara da Yağusu verir. Növbəti bütü verir. Və kənə bi Əkməh bil Yəmən, Yəməndə yerləşir o da, yerləşdirir orada.
və ona da məzhər və onun ətrafı başlayırlar ibadət etməyə. Həmçinin ona icabət edənlər, yəni ərəblərdən Amr ibn Lüheyyə Həmdən qəbiləsidir. Onlara da Yauqu verir. Fəkənə bi qaryetin yuqal ləhə Xivan. Xivan adlı bir kəndə yerləşdirirlər. Ta'buduhu Həmdən və mən valəhə minəl Yəmən. Və Yəmən ətraflı, yəni Həmdən o qəbilələr hamısı gedirlər, yəni bu bütə başlayırlar ibadət etməyə. Və həmçinin Himyar, bu da Yəmən qəbilələrindəndir. İcabət edir bunun dəvətinə, ona da Nasrı verir. Fəkənə bi Səbə, Səbə adlı yerdə yerləşdirirlər. Ta'buduhu Himyar və mən valəhə. Və buna da Himyar və ətrafı başlayır ibadət etməyə. Fələm təzəl həzil əsnəm tu'bəd və bu dir bütlər, hansı ki Nuh əleyhissalamın dövründən qalan o bütləri, hansılar ki Amr ibn Lühey dirildir. Bunlar ta ki Peyğəmbər sallallahu əleyhi və səlləmin göndərilməsinə qədər, yəni öz fəaliyyətini göstərir. Yəni ibadət edirlər bunlara ta ki Allah Rəsulü sallallahu əleyhi və səlləm gəlməyincə və bunu dağıtmayınca bu bütləri. Yəni bütləri dağıdan Vahabilər deyil. Bütləri dağıdan Peyğəmbər sallallahu əleyhi və səlləmdir. Pirləri zadı. Və fi sahih an Əbi Hureyrə radiyallahu anhu və necə ki səhih hədisdə keçir Əbu Hureyrə radiyallahu anhudan ki Allah Rəsulü sallallahu əleyhi və səlləm buyurmuşdu: "Ra'aytu Amr ibn Amir el-Xəzai yəcuru qusbahu fin-nar." Mən deyir həmin bu Amr ibn Amir el-Xəzaini gördüm ki bağırsaqlarını deyir odda deyir sürüdərək fırlanırdı. Fəkən əvvəl mən səyyibə səvaib və ilk deyir yəni bütlərə heyvan kəsməyi, bütlər üçün heyvan kəsməyi bu qoymuşdu. Yəni əvvəlin bu qoymuşdu və yaxud başqa rəvayətdə keçir ki, ilk deyir İbrahim əleyhissalamın dinini dəyişən məhz bu olmuşdu və İbn İshaqın rəvayətinə keçir ki, fəkənə əvvəl mən qayyərə din İbrahim və nəsəbəl əvsan. İlk yəni İbrahim əleyhissalamın dinini dəyişib bütləri təyin edən məhz Amr ibn Lühey olmuşdu. Və kənə əhl-i cahiliyyə alə zəlik fihim bəqayə min din İbrahim. Və cahiliyyə əhli həmin dövrdə onlarda yəni İbrahim əleyhissalamın dinindən qalıqlar var idi. Misal üçün Kəbəni təzim etmək, tavaf etmək, həcc, ümrə etmək, Arafada durmaq, Müzdəlifədə durmaq və qurbanlar kəsmək orada. Minada. Və kənət nəzzar təqulu fi ihlalihə. Lakin yəni qəbilələr ihlal nədir? Yəni elə bir ki, niyyətlənməkdə, həcc ümrəyə niyyətlənərək nə deyirlər? Ləbbeyk Allahum ləbbeyk, ləbbeyk lə şərikə ləkə ləbbeyk. Əslin belə olmalıdır. Onlar isə, yəni bütpərəstlər əlavə etmişlər illə şərikən huvələk təmlikuhu və mə mələk. Yəni ləbbeyk sözü mənası nədir? Ləbbeyk qarşındayam, xidmətindəyəm, ey Allahım, hə? Ləbbeyk lə şərikə lək. Və sənin heç bir şərikin yoxdur. Düzdür? Sənin heç bir şərikin yoxdur deyəndən sonra əlavə edib, yəni şeytan bunların dininə salıb əlavə edib nəyi? İllə şərikən huvələk. Yalnız o şərikdən başqa ki, o da sənindir. Yəni sənin mülkiyyətindir. Və onun mülkü də sənindir. Yəni bu ziddiyyət əslində. Yəni heç bir şərikin yoxdur, amma bu şərikdir, lakin sənin mülkiyyətindədir. Bu ziddiyyətdir. Lakin şeytan bu şeylərə baxmır və avamlar da bunu götürür, tətbiq eləyirlər. Necə ki, bu haqda ayə nazil oldu. Rum surəsi 28-ci ayədə Allah Taala buyurur: "Daraballah lakum məsələn min anfusikum." Allah sizin içinizdən sizə misal çəkir. "Həlləkum min mə mələkətə eymanukum min şuraka." Yəni sizin qullarınızdan sizə şərik olsa necə olarsınız? Sizin qullarınızdan sizin üçün şərikdirlər. Fīmə razaqnakum fə entum fihi səva. Yəni siz onları ruzlandırırsınız, amma eyni səviyyədəsiz. Yəni siz bunları yedirdirsiniz, içirdirsiniz, amma onlar sizinlə eyni səviyyədədir. Fə entum fihi səva. Təxafunahum kəxifətikum anfusakum. Onlardan da qorxursunuz, öz içinizdə bir-birinizdən qorxduğunuz. Yəni azad insanlar bir-birindən qorxduğu kimi qullarından da o cürünə qorxurlar. Kəzəlikə nufassilul əyət li qavmin yaqilun. Biz beləcə, yəni ağıllı qövm üçün, yəni ağıl sahibləri üçün ayətləri, yəni bu cürünə izah edirik. Təfsilatını gətiririk. Sonra, yəni cahiliyyə dövrünün müxtəlif bütləri. Misal üçün manat bütü.
Və min əqdəm əsnamihim Mənat. Ən, yəni öndə gedən, ən xod gedən, belə deyək, bütlərindən Manatdır. Bizim bütlərdəndir Manat. Bizdə də Manatdır bu dəqiqə büt. Və kana mansuban ala sahil bahr min nahiyetil müşəlləl bil Qudayd. Yəni Qudayd yer, məkan adıdır, Müşəllələ yaxınlığında, Müşəlləl, yəni yer adıdır. Yəni dəniz ətrafına yaxın. Məkkə Mədinə arasında yerləşir. Yəni bu pirin yeri orada yerləşir. Və kanatil arab tuazzimuhu qatibə. Bunu bütün ərəblər hamısı təzim edirdi. Yəni Yəməndən tutmuş Şama qədər bütün ərəblər hamısı bunu təzim edirdi. Yəni bu ən xod gedən bütü idi, Manat. Və lem yekun əhəd əşəddu təzimən ləhu minəl Əvs vəl Xəzrəc. Daha çox təzim edən Əvs Xəzrəc qəbilələri idi. Və bi səbəbi zəlik ənzəlallahu Teala. Və bu səbəbdən də Allah Teala bu ayəni nazil etdi. Yəni bundan qabaq demişdik, bu ayənin nazil olma səbəbi nəyə görədir? Çünki onlar qadağan etmişdilər müəyyən şeyləri, Safa Mərvanı səy etməyi. Və Allah Teala bu barədə ayə nazil etdi. İnnə Safa vəl Mərva min şəairilləhi. Safa və Mərva Allahın şüarlarındandır. Fəmən həccəl beytə əv yətəmərə. Və həcci, kim həcc edirsə, ümrə edirsə Allahın evini, fələ cünəh aleyh ən yəttavvafə bihimə. Heç bir günah yoxdur, o yəni tavaf etsin Safanı, Mərvanı. Çünki onlar ona müxtəlif hekayələr qoşmuşdular. Batil hekayələr qoşmuşdular və müsəlmanlar ehtiyat edirdilər Safa Mərvanı səy etməyə. Çünki ora şirki hekayələr qoşmuşdular. Keçən dərslərdə keçmişdik bunu. Və Allah Rəsulü sallallahu əleyhi və səlləm göndərildi. Yəni bu bütü Allah Rəsulü fəbə'asal Rasulullah sallallahu əleyhi və səlləm Aliyan radiyallahu anhu fəhədəməhə amel fəth. Fəth günü deyir Allah Taala Əli radiyallahu anhu Allah Rəsulü sallallahu əleyhi və səlləm Əli radiyallahu anhunu göndərir və Əli radiyallahu anhu yəni bu piri, Manat pirini dağıdanlardan olub. Yəni Əli radiyallahu anhu pir dağıdandır. Pir Quran deyil, dağıdıb piri. İkinci büt Lat bütüdür. Zümmətəxəzul lət fit Taif. Bu da Taifdə yerləşir. Qilə innə asli zəlik racül kəni yəluttu səviq lil həcc. Deyirlər ki, əsli ondan götürülüb ki, bu salih bir kəs idi. Həclər üçün sıyıq hazırlayırdı, yemək. Fəmətə fəəqəfu alə qabrihi. Və öləndən sonra qəbrinə yəni yığışırlar, rituallar keçirirlər və bu cürünə orada pir yaranır. Deyirlər ki, daşdır, qayadır, dördbucaq bir qayadır və ətrafında da xadimləri var. Səqif qəbiləsindən. Və kənu qad bənu aleyhi beytən və ətrafında bina tikiblər. Yəni pirlərdə necə olur? Fəkənə cəmiyyəl ərəb yuazzimunəhə. Və bütün ərəblər də bunu nə edirdi? O dövrdə təzim edirdi. Və kənətəl ərəb tuzəmmə və ona görə də ərəblərə nə deyirdilər? Teymullət. Yəni Latın övladları, Latın qulları. Və hiyə fi mavdu mənarətil məscid Taif. Yeri də yəni Taifdə dediyimiz kimi. Fələmmə əsləmət Səqif və Səqif qəbiləsi İslamı qəbul edəndən sonra Allah Rəsulü sallallahu aleyhi ve sellem Muğir ibn Şubəni göndərir və oranı dağıdıb və yandırır. Bu pirdə belə getdi. Sonra Uzza piri, Uzza bütü. Sonra ərəblər Uzzanı özlərinə büt seçirlər. Bu onların yəni daha yenilərindəndir də, yəni yeni modellərindəndir. Və kənət bivad Nəxlə. Nəxlə adlı vadidə yerləşir. O da Zətul İrq tərəfdə. Yəni Zətul İrq miqat növlərindən biridir, 5 miqatdan biridir. O tərəflərdə yerləşir. Və orada da ev tikirlər ətrafında, yəni tikillər olur ümumiyyətlə, pirlər olur. Və kənu yesma'un minhə əsad, oradan bir səslər gəlir, yəni şeytan səsləri gəlir. Oradan səs eşitdikləri üçün Qureyş onu təzim edir. Fələmmə fətəhə Rasulullah sallallahu aleyhi ve sellem Məkkə və Allah Rəsulü sallallahu aleyhi ve sellem Məkkəni fəth edəndən sonra Xalid ibn Validi göndərir və gəlir oradan, yəni içindən yeni Həbəşi qadın çıxır, qara, dırnağı uzun olan.
Üç köklü əlbəttə ağac olur, köklərini kəsir. Ondan sonra o Həbəşi qadın çıxır oradan dırnaqları ilə və arxasında da yəni onun xadimləri. Yəni onların hamısını yəni ki məhv edir. Ondan sonra yəni ərəblərin bütlərindən həmçinin Kəbənin içində yerləşdirirlər onu. Hubaldır adı. Yəni İbrahim əleyhissalama oxşadırlar bu surəti, heykəli. Güya ki odur. Və kânət lil Qureyş asnam fi cawfil Kəbə və havləha. Və Qureyşin deyir, yəni bütləri var idi Kəbənin içində və onun ətrafında və ən böyüsü həmin bu Hubal idi. Onu qırmızı daşqaşlardan düzəltmişdilər. İnsan surətində idi və kanu izə ixtasamu və aralarında hansısa bir mübahisə düşəndə, səfərə getməyə, hansısa bir mübahisələr olanda ağzına ox falları salırdılar və yaxud əlinə ox falları verirdilər, çıxardırdılar oradan. Və hansı ki onun barəsində yəni Bədirdə olur da bu hadisə ki, Əbu Süfyan deyir ki, Uhud, daha doğrusu Uhud döyüşündə. Və ulu Hubal, Hubalı ucaldın. Allah Resulü sallallahu əleyhi və səlləm deyir ki, siz isə deyin, Allahu a'la və əcəl. Allah daha uca və daha böyükdür. Və kənə ləhum İsaf və Nailə. Həmçinin İsaf Nailə var idi. İsaf adlı və Nailə adlı bütləri var idi. Əsli bu hekayənin nədir? Bu kişidir, oxusu qadındır. Cürhum qəbiləsindəndirlər. Bunlar girirlər Kəbədə zina etdiklərinə görə daşa dönürlər. Yəni iki daş olurlar. Allah Taala onları daşa çevirir. Fə əxrəcəhumə və onları oradan çıxardıb, yəni yerləşdirirlər ibrət olsun deyə. İbrət olsun deyə ətrafında. Həmin o Safa Mərva tərəflərdə. Safa və Mərva tərəflərdə ki, insanlara ibrət olsun. Zaman ötdükcə insanlar başlayır onlara ibadət etməyə. Onları da bütlərə çevirirlər. Yəni şeytan işləyir üstlərində. Bunu da eləyirlər büt. Həmçinin bütlərindən Zulxaləsə, Xəsəm adlı, bir də Vacilə adlı, Bəcilə adlı, yəni qəbiləyə mənsub olan bütdür. Zulxaləsə Məkkə ilə Mədinə arasında yerləşir. Fəqalə Rasulullah sallallahu aleyhi ve sellem Cərir ibn Abdullah Əl-Bəcəli. Allah Resulü sallallahu aleyhi ve sellem Cərir ibn Abdullah Əl-Bəcəli, Bəcilə həmin qəbilədir də, yəni Bəcəlidir. Cərir sahabədir radiyallahu anhu. Allah Resulü sallallahu aleyhi ve sellem ona deyir ki, Ələ tərihini min Zilxaləsə. Məni deyir, yəni Zilxaləsədən hələ ki, rahatla, yəni rahat qoy. Yəni, ged oranı dağıt bu mənada. O da 100 nəfər götürür, yəni atlılardan, Əhməs qəbiləsindən olan atlılardan, gedir Həmdən qəbiləsi ilə döyüşür onlarla, yəni oranı yandırır, yəni o piri yandırır və xəbərini göndərir Peyğəmbər sallallahu əleyhi və səlləmə ki, yəni zəfər çaldıq, yəni bunun üzərində. Həmçinin və kənə lil qada'a və ləxm vəl cəza vəl cəzəm və amilə vəl qatəfən sanəm, yəni bu Zülxaləsəyə, yəni Yəmən Kəbəsi deyirdilər hətta. Yəmən Kəbəsi və yaxud yəni Şərq Kəbəsi deyirdilər. Yəni o cürlə yəni onu ucaltmışdılar. Həmçinin yəni sadaladığımız bu qəbilələr Quda, Ləxm, Cəzəm, Amilə, Qatəfən, yəni bunların da öz bütləri olur. Şam ətraflarında, o tərəfə yaxın, yəni Şam tərəfə. Və kən li əhli kulli vadin bi Məkkə sanam və həmçinin yəni Məkkədə, yəni hər vadinin deyir, əhlinin öz bütü var idi. Yəni bu artıq xırda bütlərdir də, yəni xırda pirlərdir. İzə ərada əhəduhum səfəran kən əxər mə yəsnə fi mənzilihi ən yətəməssəhə bihi. Yəni bir səfərə çıxmaq istəyirsə əgər, yəni son yəni etdiyi iş nə olur evindən çıxarkən, ona əl çəkib çıxır. Yəni bunu bütə çevirib, yəni ona əl çəkir və belə çıxır yola. Və bayaq dediyimiz Zülxaləsədə də həmçinin ox falları var idi. O barədə də ayələr nazil olmuşdu. Ki, yəni bu oxlarla təyin edirdilər. Hə, yox məsələlərini, səfərə çıxım məsələlərini. Növbəti büt, bu da Yəmən tərəfdə yerləşir. Yəni Ammu Ənəsdir
və yaxud Əmmi Ənəs deyilir və yaxud Əmyunəs. Yəni müxtəlif adları var. Necə ki İbn İshaq rahimehullah buyurur ki, və kana li Xavlan qəbiləsinin bu cürünə bütü var idi. Adı belə idi. Ammu Ənəs adlanırdı. Və bu haqda da hətta ayə nazil olmuşdu. Və cəalu lillahi mimma zara'a minəl hars vəl-an'ami nasiban. Və onlar deyir, yəni öz əkinlərindən və mal-qaralarından Allah üçün bir pay ayırıblar və deyirlər ki, bu Allah üçündür iddialarına görə, bu isə bizim şəriklərimiz üçündür. Yəni digər paylar isə şəriklərimiz üçündür və şərikləri üçün nəzərə tutduqları Allaha çatan deyil və Allah üçün nəzərdə tutduqları isə şəriklərinə çatırdı. Yəni bu cürünə, yəni vəsəə mə yəhkumun deyir Allah Taala. Yəni necə də onlar pis hökm vermişdilər. Ən'am surəsi 136-cı ayə. Fələmmə bə'asallahu Muhammedən sallallahu aleyhi və səlləm bit-təvhid, qalə Qureyş, əcə'ələl əlihətə iləhən vahidə, innə həzələ şeyun ucəb. Və Allah Taala Muhammed sallallahu aleyhi və səlləmi təvhidlə göndərəndə Qureyş qayıtdı ki, məgər o bu qədər ilahları, yəni yuxarıda sadaladığımız nə qədər büt var idi? Onların hamısı ilah idi bunlar üçün. Bu qədər ilahları hamısını bir ilah mı etdi? Həqiqətən bu çox təəccüblü bir şeydir. Yəni onlar görünə cürünə formalaşmışlar ki, onlar üçün yəni bu təəccüblü bir şey oldu. Ki, yəni bu qədər pirlər, bu qədər ibadət olunan ocaqlar var idi. Sən isə deyirsən yalnız Allaha ibadət edək. Və kənətəl ərəb qad ittəxəzət mə'əl Kəbə təvağit. Və ərəblər deyir, o dövrdə deyir, Kəbə ətrafında deyir, Kəbə ilə yanaşı tağutlar götürmüşlər özlərinə. Yəni tağutlar nədir? Yəni o evlər, tikillər, qübbələr, hansı ki pir adlanır bugünkü gündə, o vaxtı, yəni onlar, tağutlar Kəbə ilə yanaşı tikilirdilər, məşhədlər, hansı ki məşhəd deyirlər indi. Təzim edirdilər o vaxtı Kəbə ilə yanaşı, Kəbə ilə bərabər. Və ləmmə fətəhə Rasulullah sallallahu aleyhi və səlləm Məkkətə və Allah Resulü sallallahu aleyhi və səlləm Məkkəni fəth edəndə vəcədə həvləl beyti 360 sanəmə. Yəni Kəbə evi ətrafında deyir 360 dənə büt deyir tapdı. Və cələ yət'anu fi vucuhihə və uyunihə. Və başladı onların gözünə, üzünə vuraraq yerə salmağa. Və deyirdi ki, cəəl haqqu və zəhəqəl batilu innəl batilə kənə zəhuqa. Haqq gəldi, batil isə itdi getdi. Həqiqətən batil deyir, itməyə məhkumdur. Və hiyə tətəsəqatu alə ruusihə və Allah Rəsulü vurduqca onlar üzü üstə, üzü qoyulu yerə deyirdi. Sonra əmr etdi, bunların hamısını çıxarılsın məsciddən və yandırılsın. Çıxarılsın məsciddən və yandırılsın. Ondan sonra gəlir yeni bir mövzu, Bədiyül Vahyi, vəhyin başlanğıcı. Bunu da inşallah saxlayaq gələn dəfələrə. Subhanəkallahumma və bihamdikə, əşhədu an la ilahə illə əntə, əstəğfiruka və etûbu ileyk.